Bu yerə getmək qadağandır, çünki dünyanın sonuna qədər lənətlənib. Bir milləti təsəvvür edin. Qəfildən şiddətli bir səs gəlir, ildırım başlarının üzərinə düşür. Qaçmaq istəyirlər, amma heç biri tərpənə bilmir. Dağları yonan bu güclü xalq bir anda diz üstə çökür. Bismillahirrahmanirrahim. Onlar Allahın dəvəsini öldürdülər və qanını tökdülər. Onun balasını qətlə yetirdilər və Allahın peyğəmbərinə qarşı çıxdılar. Onlar necə bədbəxt, qəlbləri nə qədər daşlaşmış və nə qədər kafirdirlər. Onlar bu iyrənc cinayəti necə törətdilər? Qidar həqiqətən də insanların ən bədbəxtidir. Allahın hökmü ilə lənətlənmişdir. O, Allahın peyğəmbərinə qarşı çıxdı. Allahın dəvəsini öldürdü və ona belə deyərək meydan oxudu. Əgər həqiqətən də göndərilmiş bir elçisənsə, Rəbbinin əzabını gətir. Allahın peyğəmbəri onlara xəbərdarlıq edir və etdikləri əmələ görə onları qınayır. Peyğəmbər ağlayır, çünki əzabın yaxın olduğunu və nazil olacağını bilir. O onlara dedi, siz bu dünyada yalnız 3 gün yaşayıb həzz alacaqsınız. 3 gündən sonra Allahın əzabı nazil olacaq və heç kim bundan istisna olmayacaq. O 9 nəfər toplaşaraq dedilər, biz nə etməliyik? O bizi 3 gündən sonra əzabla hədələdiyi halda biz susmalıyıq. Salih hansı cürətlə bizi xalqın qarşısında hədələyir. Biz ondan qorxmalıyıq. Biz dəvəni öldürdük və heç nə olmadı. Onun balasını öldürdük. Yenə də heç nə olmadı. Əgər bizi 3 gündən sonra hədələyirsə ondan qorxmalı mıyıq? Gəlin onu öldürək. O bizi öldürməmiş. Əgər onu öldürsək, 3 gündən sonra gələcək əzabdan qurtulmuş olarıq. Onlar dedilər, lakin biz onu öldürsək, tayfası bizdən qisas alacaq. Çünki o, güclü bir tayfaya mənsubdur. Dedilər, bəs onda nə edək? Onlar hiylə qurdular, planlaşdırdılar və düşündülər. Sonra dedilər ki, özlərini səfərə çıxırmış kimi göstərsinlər. Yaxınları və xalqı ilə vidalaşaraq onlara səfərə çıxdıqlarını bildirdilər. Gecə vaxtı getdilər və insanlar yuxuda olarkən geri dönüb Salihi və bütün ailəsini xaincəsinə öldürmək üçün qayıtdılar. Dedilər, biz onu və ailəsini gecə vaxtı məhv edəcəyik. O deməkdir ki, heç kimin xəbəri olmadan gecə vaxtı onu gizlicə və xaincəsinə qətlə yetirəcəyik. Səhər açılıb, saxta səfərimizdən qaydanda insanlara and içəcəyik ki, baş verənlərdən heç bir xəbərimiz yoxdur. وكان في المدينة 9 رهط يفسدون في الأرض ولا يصلحون قالوا تقاسموا بالله لنبيتنه وأهله. Onu və ailəsini gecə vaxtı heç kimin xəbəri olmadan xaincəsinə öldürəcəyik. لنبيتنه وأهله ثم لنقولن لوليه. İkinci gün onlar onu kimin öldürdüyünü bilmədiklərini, səfərdə olduqlarını və yenicə qayıtdıqlarını deyəcəklər. ثم لنقولن لوليه ما شهدنا مهلك أهله وإنا لصادقون ومكروا مكرا ومكرنا مكرا. الله أكبر. Rəbbin nə dediyinə baxın, onlar plan qurdular. Lakin aləmlərin Rəbbi də plan qurdu və o, plan quranların ən xeyirlisidir. ومكروا مكرا ومكرنا مكرا وهم لا يشعرون. Günəş batdıqdan sonra onlar bayıra çıxdılar və özlərini səfərə çıxırmış kimi göstərdilər. Bu, Salihin əzabın gəlməsinə cəmi 3 gün qaldığına dair xəbərdarlığının birinci günü idi. İnsanlar yuxuya gedəndə, gecə vaxtı gizlicə geriyə döndülər. Dedilər, gəlin Salihin evinə girək. Çünki ora müdafiəsizdir. Onu və arvadını öldürək. Onlar Salihin aleyhisselam evinə çatana kimi mələklər gəldi. Allah. ومكرنا مكرا وهم لا يشعرون. Mələklər əllərində böyük daşlarla gəldilər və onların hər birinin başını əzdilər. Hər şey qayalıq ətrafında dövr edir. Onlar qayaları yonurdular. Dəvə qayadan çıxdı. Lakin onların qəlbləri qaya kimi sərt qaldı. Beləliklə mələklər qayaları gətirib onların başlarını əzdilər. Nə insanlar, nə də Salih bundan xəbərdar olmadı. Səhər açıldıqda
İnsanların rəngi saraldı. Bu birinci gün idi. Onlar səhər yuxudan oyananda üzlərinin dəyişdiyini gördülər və nəyinsə qaydasında olmadığını hiss etdilər. Yolda gedərkən 9 cəsəd gördülər. Lakin bunlar adi adamlar değildi. Onlar cəmiyyətin elitası və rəhbərlərin oğulları idi. Qidar ibn Salih və yoldaşlarının hamısı Salihin evinin qarşısında başları əzilmiş halda idilər. Dedilər onları Salih öldürüb. İnsanlar təşvişə düşdülər və Salihin tayfası onu dəstəkləmək üçün ayağa qalxdı. Həmin gün az qala münaqişə baş verəcəkdi. Həqiqətən insanlar yenidən qorxmağa başladılar və anladılar ki, uca və qüdrətli Allahın vədi qaçılmazdır. Birinci gün üzlər saraldı və uca Allah Peyğəmbər Salihə vəhy etdi. Sən və möminlər hazırlaşın. Onlar nəyə hazırlaşırdılar? O zalım kəndi və onun sakinlərini tərk etməyə. Bu şəhər əbədi olaraq lənətlənəcəkdi. Ey Allahın Peyğəmbəri, sən və səninlə birlikdə iman gətirənlər buradan çıxın. İkinci gün insanlar üzlərinin qızardığını görərək oyandılar. Onlar nazil olan bir əzabın olduğunu anladılar. Bütün insanlar, kiçikdən böyüyə hər kəs qorxu içində ağlayırdı. Lakin Allahın əzabından qaçış yox idi. Allahın Peyğəmbəri sizə nə qədər xəbərdarlıq etdi, sizə nə qədər nəsihət verdi, yoxsa sizi tezliklə bir əzab yaxalayacaq. O sizdən yalnız dəvəyə zərər verməməyinizi istəmişdi. Allahın Peyğəmbəri Salih və möminlər oradan çıxıb sığındılar. Sonra üçüncü gün gəldi və üzlər qaraldı. Ya Allah. Əzab nazil olmaq üzrədir. Üçüncü gün bitdi və dördüncü günün gecəsi gəldi. Dördüncü günün sübh vaxtı. Hamı nə baş verəcəyini gözləyirdi. Qəfildən bir nərə səs gəldi. Ardınca bir ildırım çaxdı və yer onların altında sarsıldı. Onların qəlbləri sinələrindən, ruhları isə bədənlərindən qoparıldı. İldırımın, nərənin və sarsıntının şiddətindən onlardan heç biri yatağından qalxa bilmədi. Onlar ağrının şiddətindən və səsin qorxusundan hətta ayağa belə dura bilmədilər. فأخذتهم الصاعقة وهم ينظرون فما استطاعوا من قيام Heç ayağa belə qalxa bilmədilər. فما استطاعوا من قيام وما كانوا منتصرين Növbəti ayədə Allah onların altındakı zəlzələdən bəhs edir. فأخذتهم الرجفة فأصبحوا في دارهم جاثمين الله أكبر. Onlar həyatın nemətlərindən nə qədər zövq alırdılar. Allah onlara nə qədər güc və imkan bəxş etmişdi. Torpaqlarına yayılmış bağlar, ağaclar və çaylar nə qədər bol idi. Allah onlara otaqlar və saraylar yonmaq üçün nə qədər dağlar bəxş etmişdi. Onlara nə qədər dünyəvi nemətlər verilmişdi. Peyğəmbərləri onlara yalnız bir şeyi əmr etdi. Allaha ibadət etmək və ona heç bir şeyi şərik qoşmamaq. Lakin onlar imtina etdilər. Onlara bir dişi dəvə göndərdi. Ona zərər verməyin söylədi, lakin onlar onu öldürdülər. فأخذتهم الصاعقة وهم ينظرون فما استطاعوا من قيام وما كانوا منتصرين. Bir millət təsəvvür edin. Onların dəqiq sayını Allah bilir. Qəfildən bir nərə, ildırım və zəlzələ eyni anda gəlir. Və onlardan heç biri tərpənə bilmir. Yerdə qalan, qıcolma keçirən xəstələr kimi idilər. Hətta cəsədləri olduqları yerdə yandı. Təsəvvür edin. Qəfildən bütün millət lənətləndi, üzərlərinə lənət yağdı. Sonra Allah öz Peyğəmbəri Salihə geri dönməyi və onlara nə olduğunu görməyi əmr etdi. Allahın Peyğəmbəri Salih iman gətirənlərlə birlikdə sığındıqları yerdən çıxdılar.
və kəndə getdilər. Orada bütün insanların məhv edildiyini gördülər. Dəhşətli bir mənzərə. İstər evlərin içində olanlar, istərsə də çöldə olanlar hamısı məhv edilmiş və yanmışdı. Hamısı hərəkətsiz cəsədləri idi. وأخذ الذين ظلموا الصيحة فأصبحوا في ديارهم جاثمين. Bu yerə aşkar bir lənət nazil olmuşdu. Allah öz peyğəmbəri Salihin aleyhisselam onlar məhv edilmiş halda yanlarına getməsini istədi. كأن لم يغنوا فيها Sanki bu yer üzündə bir gün belə ömür sürməmişdilər. ألا إن ثمود كفروا ربهم ألا بعدا لثمود. Salih aleyhisselam onların yanına gəldi və onlara xitab etməyə başladı. Təsəvvür edin, Salih ölü və hərəkətsiz cəsədlərə müraciət edir. Lakin onlar eşidə bilirdilər. Məgər Peyğəmbərimiz Muhammed də sallallahu aleyhi və səlləm Bədir döyüşündə ölənlərlə danışmamışdımı? Hətta Ömər ondan onların eşidib eşitmədiyini soruşurdu və o bəli deyə cavab vermişdi. O demişdi ki, onlar məni sizdən daha yaxşı eşidirlər. Allah ölü olmalarına baxmayaraq Peyğəmbərin öz sözlərini onlara çatdırmasına icazə verdi. Salih aleyhisselam onlarla hərəkətsiz və yanmış halda olduqları zaman danışdı. İldırım onların hamısını öldürmüşdü. Bir nəfər də sağ qalmamışdı. فتولى عنهم وقال يا قوم الله. Peyğəmbərlərin qəlbinin nə qədər şəfqətli olduğunu görün. Lakin artıq vaxt keçmişdi. يا قوم لقد أبلغتكم رسالة ربي لقد أبلغتكم رسالة ربي ونصحت لكم ولكن لا تحبون الناصحين. Sonra Allahın Peyğəmbəri Salih aleyhisselam onlardan üz çevirib uzaqlaşdı. Salih aleyhisselam o lənətlənmiş kəndi tərk edib Fələstinə getdi və orada məskunlaşdı. Sonra Kəbəni ziyarət etdi və yenidən geri döndü. Səmud xalqının hamısı öldümü? Xeyr. Məhv olmayan bir nəfər var idi və o küfür və şirk əhlindən idi. Necə yəni ölmədi? Bəli, bu adamın ləqəbi Əbu Ruğaldır. Əzabın nazil olacağını öyrəndikdə əzabdan sığınmaq üçün Kəbəyə qaçdı. Beləliklə ildırım və lənət onun üzərinə düşmədi və o bir müddət Kəbədə qaldı. Nəhayət başına bir iş gəlmədiyi üçün geri qayıdacağını deyənə qədər. Vəssalam, mənə heç nə olmadı. Geri qayıda bilərəm. Kəbədən çıxan kimi bir ildırım onu vurdu və o həlak oldu. Uca Allahın evinə olan hörmətə görə və bu adamla onun kimlərə bir xəbərdarlıq və ibrət olsun deyə. Əbu Ruğal çıxan kimi həlak oldu və deyilir ki, onun qəbri daşqalaq edilmişdir. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm bir gün Səmud qövmünün lənətləndiyi yerin yanından keçdi. O, səhabələri ilə oradan keçərkən yer üzündəki bu nöqtəni gördülər. O, onlara dəvənin balasının sığındığı dağı göstərdi. Həmçinin dəvənin su içdiyi yeri də onlara göstərdi. Sahabələr bu yerdən su götürdülər. Xəmir yoğurdular və qazanlarda yemək pişirdilər. Peyğəmbər sallallahu aleyhi və səlləm bunu öyrəndikdə dedi, o qazanları boşaldın və onlardan heç nə yeməyin. Xəmirə gəlincə, onu heyvanlarınıza verin və özünüz ondan heç nə yeməyin. Çünki bu torpaq lənətlənmişdir. O, sahabələrə oradan keçməməyi, əgər keçməli olarlarsa, uca Allahdan qorxduqlarını ifadə edərək keçmələrini əmr etdi. Bura lənətlənmiş bir torpaqdır və elə də qalacaqdır. Bura insanların ən bədbəxtləri, Allahın dəvəsini öldürənlər tərəfindən məskunlaşılmışdı. Allah Səmudu və Ad qövmünü məhv etdikdən sonra bir dövr başa çatdı. Başqa bir dövr gələcək və Allahın dərəcə baxımından Muhammeddən sallallahu aleyhi və səlləm sonra yüksək dərəcəyə ucaltdığı böyük və möhtərəm bir peyğəmbər gələcək. Peyğəmbər sallallahu aleyhi və səlləm 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 sallallahu aleyhi və sə
Peyğəmbərlərin ən xeyirlisi Muhammeddir sallallahu aleyhi və səlləm. Ondan sonra isə daha sonra gələcək olan bu peyğəmbərdir. Allah onu özünə yaxın dost, xəlili seçdi. Allah. Allah onu öz sevimlisi və yaxın dostu etdi. Ondan sonra gələcək bütün peyğəmbərlər onun nəslindəndir. Bəli, ondan sonra yalnız onun nəslindən olan peyğəmbərlər gələcəkdir. Həqiqətən, bu peyğəmbər nə qədər böyükdür, onun hekayələri nə qədər əzəmətlidir və Quranda adı nə qədər çox zikr olunur. Hətta biz hər namazda onu zikr edirik. İnşallah bu yeni peyğəmbərin hekayəsi ilə davam edəcək.